Salam əziz və dəyərli izləyicilərim. Nəhayət çoxdandır gözlədiyimiz gün gəldi. Çünki çox yazırdınız ki, Məryəm xanım, professor, alim, bilim insanı 16 elmi işlərə imzasını atmış, kosmonavtların həkimi olan, yəni bunlar mənim fantaziyalarım deyil, bunların hamısının təsdiqləri var. Professor Neil Muvakinin, baxın, professor Neil Muvakin budur. Onun çox kitablarını oxumuşam, amma ən xoşuma gələni budur. Mən kitabı tərs göstərmirəm, bəzən elə bilirsiniz ki, tərs tuturam. Yox, mən düz tutmuşam, ekran tərs göstərir. Deməli, professor Neil Muvakinin Rak, Причина возникновения и профилактика. Mənim əzizlərim, kitabda çoxlu yerlərini qoymuşam. Ən vacib nələrdən danışır professor Neil Muvakin xərçəng xəstəliyi haqqında və onu qısa sizə deyim ki, mən özümə aid tərcümə eləmişəm, özüm bildiyim qədərilə tərcümə eləmişəm. İndi sizlərlə bölüşəcəm və onu deyim ki, professor Neil Muvakinin həyatını araşdıranlar bilir ki, onu Qagarinin həkimi olub və mən professor Neil Muvakinlə internet olan vaxtda tanış olmamışam. İllər 30 ildən də çox vaxt keçir ki, mən Rusiyada, uşaqlığım Rusiyada keçib, Zdarovya verilişi var, hamı bilir, sağlamlıq haqqında, xəstəlik haqqında danışırdılar həkimlər. O vaxt o gəlirdi Pervi kanalda, orada danışırdı. Mən o vaxtdan tanış olmuşam və mən o illərdən sodalı su içirəm, heç kimə demirəm sodalı su için. Yəni professor Neil Muvakinin, professor Oqlovun həm danışdıqlarını canlı qulaq asmışam leksiyalarına, həm də kitablarını oxumuşam. 30 il əvvəllərdən çox kitablarını oxumuşam onların. Kiməsə demirəm için, yəni mən özüm içirəm, ailəliklə biz içirik, özü uzun illərdir. Mən burada yerlərini qoymuşam, ən vacib bu kitabda hansı məqamlara toxunur professor Neil Muvakin və deyim ki, professor Neil Muvakini bir neçə dəfə həbs ediblər, elə onu dediyinə görə ki, sodalı su xərçəngin qarşısını alır. Bütün bunlara baxmayaraq, yenə də professor Neil Muvakin öz sözündən çəkinməyib, yenə də dediyinin üstündə durub ki, əsas onun bir sözü var ki, bu kitabda da ancaq o haqda danışır ki, orqanizmdə bütün xəstəliklər, ələxüsus xərçəng xəstəliyi, xərçəng hüceyrələri turş mühitdə əmələ gəlir və çoxalır, metastaslar verir. Turş mühitdə bu kitab çox geniş yazılıb. Mən sizə qısa bəzi yerlərini tərcümə eləmişəm istədiyiniz üçün və sizə deyəcəm. Yəni əsas bu kitabda da, bütün kitablarında da professor Neil Muvakin əsas onu deyir ki, qələvi mühit orqanizmimiz üçün çox xeyirdir, ancaq turş mühit xərçəng hüceyrələri, xərçəng bildiyimiz göbələkdir və başlayır çoxalmağa əgər turş mühit olursa. İndi yenə də deyirəm, sizə hardan ki yerlərini qoymuşam, o haqda sizə tərcümə elədiyim yerləri qısa da olsa deyəcəm. Əgər video uzundursa, kimisə açmırsa, xahiş edirəm. Gedin sizin hansı videolar sizin ürəyinizcədir, onlara baxın. Mənim üçün dəyərli olan səviyyəmə, dünya görüşümə uyğun olan, əziyyətimə dəyər verib, sağ ol yazıb, minlərlə insanlar dua yazdıqları, yazan insanlar üçün danışıram zaten. Və biləsiniz ki, mən tək təbib deyiləm. İllərimi oxumağa, tək kitablar oxumaqla sizlərlə bölüşmürəm. Diyetolog, nutrisologam, təhsilli olaraq özünüz sertifikatlarımı, diplomumu görürsünüz. Və mən son vaxtlar ona da sevinirəm ki, televiziya verilişlərinə artıq o kodu deməsək ki, sertifikatın və diplomun kodunu deməsək, verilişlərə çıxmağa artıq icazə yoxdur. Bu məni daha çox sevindirir. Mənim əzizlərim, indi isə kitabda qoyduğum yerləri danışım. Deməli, kitab nə haqqında danışır ən çox? Neil Muvakinin təliminin təməl daşı endoekologiya anlayışıdır. Endokrinologiya yox, endoekologiya. Nə deməkdir? Bu deməkdir ki, daxilimiz olmaq, xərçəng də daxil olmaqla bütün xəstəliklərin əsas səbəbi bədənin daxili mühitinin çirklənməsi və onun təbii yolla təmizlənməsidir. Çirklənmə isə nədir? Bu, yəni xəstəliyin xarici faktorlardan, virus, toksin, daha çox daxili balanssızlığın nəticəsi kimi görür. Deməli, bacardığım qədər tərcümə eləmişəm sizə. O qeyd edir ki, bu kitabda qeyd olunan statistikaya görə əvvəllər hər 13 nəfərdən biri xəstələnirdisə, artıq indi bu rəqəm hər 4 nəfərdən birinə yüksəlib.
Deməli, mənim əzizlərim, kitabın ən əsas, eyni zamanda da ən çox nəzərə gələn yeri bunu izah eləyir ki, xərçəng hüceyrələri turş mühitdə inkişaf edir, sağlam hüceyrələri qələvi mühitdə yaşadır. Və bədəni qələviləşdirərək, məsələn, soda içməklə, bunu professor Newmuvakin deyir, professor Oqlov deyir, bizim Füzuli həkimimiz deyir, dəyərli Füzuli həkimimizə də qulaq assanız YouTube-da o da deyir. Yəni, mən bir çox alimlərə, professorlara və o cümlədən də öz Füzuli həkimimizə də dəyər verirəm, ona da qulaq asıram. Xərçəngin inkişafını dayandırmaq olar, qələvi mühit olarsa və yaxud da qarşısını almaq olar. Buna, deməli, bu fikrin elmi bir adı var, bu da tümör azidozunu gedir. Hədəf, yəni budur, tümör azidozu. Bəzi düzdür, deməli, bəzi tədqiqatlar, həqiqətən də tədqiqatlara, tək Newmuvakin yox, həqiqətən də laboratoriya şəraitində şişin turş mühitdə neytrallaşmağını və qələvi mühitdə də xərçəng hüceyrələrinin məhv olduğunu laborator şəraitdə təsdiq ediblər. Yəni, bunların yəni elmi araşdırmaları var. Əgər nəsə düzgün alınmırsa, yəni mən özüm bacardıqca sizə tərcümə eləmişəm. Adətən oxuduğum bütün kitablar rus dilində olduğu üçün diyetolog, nutrisolog təhsilimi də Rusiyada almışam. Ona görə mənim üçün biraz çətindir, amma bacardıqca sizə tərcümə edirəm. Yaxşı yerlərindən edirəm. Kitabın deməli digər mühüm hissəsi də odur ki, praktiki profilaktikaya həsr olunur. Üstündə də adı elədir. Newmuvakinin sağlam həyat tərzi prinsipləri, o cümlədən təbii qidalanma, ətraf mühiti çirkləndirməyən, emal olunmamış qidalar, bədənin təmizlənməsi, sağlam yəni qidalar və fiziki aktivlik və stresi idarə etmək. Deməli, kitabın 550-yə yaxın səhifəsi var və ən çox deməli o haqda danışır ki, xalq təbabətindən də sağlığınıza qovuşa bilərsiniz. Dediyim kimi bədəninizi təmiz saxlamaqla, stressdən uzaq olmaqla, çünki stressdə olanda belə orqanizmimiz, hətta damarlarımızda belə turş mühit yaranır mənim əzizlərim. Yəni bunlara fikir vermək lazımdır. İndi isə gəldik, soda xərçəngi müalicə edirmi? Deməli, bu ən vacib məsələdir. Professor Newmuvakinin bu iddiası bəzi ictimaiyyət tərəfindən qəbul edilmir. Amma edilməsə də o dediyim kimi üstündə durub, hətta elmi araşdırmalar da aparılıbdır və sodanın qəbulunun kitabda yazılır. Professor Newmuvakin yazır ki, bədənin ümumi turşu balansını, yəni qələvi mühit yaradır orqanizminizdə. Kim ki içir, yəni hərə öz orqanizmini özü tanıyır, özünüz araşdıra bilərsiniz ki, olarmı, olmazmı? Və dediyim kimi həm stres halında bu kitabda yazılır. Oxusanız daha yaxşı olar. Timodan da sifariş edə bilərsiniz. Rusiyada yaşayanlara da aldıra bilərsiniz. Bəzən bəlkə Azərbaycan kitabxanalarında da var, Azərbaycanda. Rusiyada bütün kitab mağazalarında var mənim əzizlərim. Kitab deməli əsas o haqda yazır ki, soda xərçəngin dərmanıdırmı? Çox geniş məlumatlar var. Mən sizə qısa dedim ki, yəni soda qələvi mühit yaradır. Başqa qələvi mühit yaradan şeylər də var. Məsələn, buğda, mərci, maş cücərmələri, onun da bilim insanları, alimlər təsdiqini tapmışdır. Bütün növ yaşıllıqlar qələvi mühit yaradır. Biz ailəli ilə hamımız soda içirik. Çox xahiş edirəm, soruşmayın Məryəm xanım, bu xəstəliyin var, mənə olarmı? O xəstəliyin var, mənə olarmı? Necə içim Məryəm xanım, içilmə qaydasını öyrədim falan. Mən çatdıra bilmirəm, siz çoxsunuz. Mən tək, hərənin orqanizmi fərqlidir, bilirsinizmi? Mən bilə bilmərəm sizin orqanizminiz necədir. Özünüz araşdırın, kitablar oxuyun. Kitabları desəniz ala bilmirik, onlayn da oxuya bilərsiniz. Elə kitablar var ki, mən kitabxanadan tapmıram. Azona pul ödəyirəm, bilmirəm indi sizdə necədir. Mən onu onlayn şəkildə oxuyuram. Professorların, alimlərin, bilim insanlarının bütün araşdırmalarını hamısını araşdırmışam. Elə bir artıq professor, bilim insanı olmaz ki, mən onun araşdırmalarını oxumayım. Ona görə də bu dərəcədə bilincliyəm. İnşallah öz kitabımı da çıxardacağam. Yəni bu kitabda da indi sizə dedim ki, nə haqda məlumatlar verilir. Ən çox Newmuvakinin bir şeyi var ki, qələvi mühit yaratmaq lazımdır, orqanizmdə sağlam qidalanmaq lazımdır, stressdən uzaq olmaq lazımdır, uzun yaşamaq lazımdır. Bu uzun həyatı da sağlıqlı yaşamaq lazımdır. Ona görə də professor Newmuvakin bu şeylərə toxunur ki, yediyinizə fikir verin, aclıq eləyin. Bu aclıq səhər, günorta, axşam yeməməyə gəlmir, su diyeti etməyə gəlmir. Çünki bunlar hamısı bədəninizi yaman günə qoyur, immun sisteminizi çöktürür, xəstəliklərə gəlib çıxırsınız. Əgər bu və ya başqa qızıl qaydalarımı mənim öyrənmək istəyirsinizsə, artıq dünyada adım
elə bir yer yoxdur, elə bir ölkə yoxdur ki, məndən danışmasın. Çünki insanlar gözlə görüləcək dərəcədə sağlıqlarına qovuşurlar. Şükür olsun. Mən 90% diyetoloqlardan fərqli olaraq hər ay pul almıram. Cəmi bircə dəfə 20 manat ödəyirlər. 1 il qrupumda qalırlar. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün qrupum ayrıdır. Və mən 90% bunu qürur duyaraq deyirəm ki, diyetoloqlardan fərqli olaraq həm təhsilli diyetoloq, nutrisioloqam, həm də ki, təhsilli olduğuma görə də qəbz olanlara demirəm ki, sena çayını yeməyin üstünə tök, allaxol iç, pankreatin iç. Çünki allaxol pankreatini gündə içəndə qara kömürü artıq mədə-altı vəzniniz sizə ferment vermir. Və yaxud qəbz olursunuzsa sena için, acılıq otu, dəvə gözü, maqni sulfat tuzu. Çünki bilirəm bunlar dəhşət saçır. İmmun sistemimizin 70%-na bağırsaqlarımız cavabdehdir. Mikroflorasını pozursunuz, immun sisteminiz aşağı düşür və bütün xəstəliklərə əl açırsınız ki, gəlin. Ona görə də mənim əzizlərim, əgər istəyirsinizsə tam sağlam həyat tərzi ilə mən sizə 90% diyetoloqlardan fərqli olaraq sizə arıqlama çayı, arıqlama kopyası ümumiyyətcə heç nə satmayacağım. Çünki onlar dəhşət saçır. Su diyeti etməyə qoymayacağım, acılıq etməyə qoymayacağım. Xolesterolunuz sağlam həyat tərzi ilə aşağı düşəcək. Zəhərli triqliseridlərin yağlarınız aşağı düşəcək. Çünki heç bir statin dərmanından istifadə etmədən, çünki statin dərmanları da elmi təsdiqi var ki, şəkər xəstəliyinə gətirib çıxardır. Təbii ki, buna həkiminiz sırf 100% deyibsə ki, içməlisiniz, bir müddət içib, sonra sağlam həyat tərzi ilə həyatınızı davam etdirə bilərsiniz dərmansız. İstəyirsinizsə buyurun, amma nömrəmi gərək düzgün yazasınız. İstər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan, necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Təbii ki, istəyirsinizsə, heç kim məcbur deyil. Necə tələffüz edirəm? Bax, heç bir 012, 55, 70 əlavə etməyin mənim əzizlərim. Necə eşidirsinizsə o cürə də əlavə edin. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətləriniz azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.